Salam əziz dostlar, YouTube kanalıma abunə olan izləyicilər. Bugün Astarada Ağkörpü Ailəvi İstirahət Mərkəzinə gəlmişik. Buralara çəkəcəm, ətraflı sizə təqdim edəcəm. Girişi çəkək. Bura belə yerdir, əziz dostlar. Oturmalı yerlər də var, suyun kənarında. Ballarımız da var. Bu tabii mahsuldur qardaş. Təbiidir. Bizim bağımızın mahsuldur. Bir dənə məlumat verəsiz ballar haqqında. Bal şanlı ballardır. Aha. Cökədir bunlar. Cökə. Ha, çiçək də var. Bu da qaymağıdır, balın qaymağı. Balın qaymağı. At dənə satılır da bu. Ha, bu maddə bağırsağın dərmanıdır mən qardaş. Tabii mahsullar. Bunlar hamısı cökə gedir, dopşi. Yox, bu çiçəkdir. Bu çiçək balıdır. Ha, çiçəkdir. Bu nə balıdır? Bu cökə. Bəs aşağıdakılar? Bunlar qarışıqda, cökə də var, çiçək də var. Tabii mahsullar. Qiymətləri neçədir belə? Qiyməti münasibdir. 30 manat. 30 manat. Bəli. Bir bankədə elə bir. Bəli, 1 kilo. 1 kilodur. 700 qram 1 kilo tutur mən qardaş. Oldu, çox sağ olun. Sağ olun, Allah köməyiniz olsun. Qabağa gedim görüm necədir qabaq. Buralar desən ancaq daşdırdı. Burada ancaq şəkil çəkdirməyə üçün qəşəng yerdir. Yəni o qədər də gəzməli yerləri yoxdur, ancaq burada necə deyim, videoda görürsünüzsə stol qoyub, restoran kimidir də, ancaq yemək, çay, belə şeylər.